25-ci günün duası. Bismillahirrahmanirrahim. Allahümme ec'alni fihi muhibban li evliyaik ve muadiyan li a'daik, مصطنم بسنتي خاتم أنبيائك يا عاصم قلوب النبيين. Ey mənim Allahım, məni bugün dostlarını istəyən və düşmənlərini düşmən sayanlardan qərar ver. Məni sonuncu Peyğəmbərin din və şəriətini üstün tutub, ona gözəl əməl edənlərdən qərar ver. Ey Peyğəmbərlərin qəlblərini hər bir sıxıntı və sapqınlıqdan qoruyan Allah!